Baş ağrısı zamanı sakit və qaranlıq otaqda oturmaq. Ok bu sakitləşdirir və baş ağrısı üçün rahatlatıcı təsir göstərir. Epilepsiya tutması zamanı ağza qaşıq salmaq. Nok bu əlavə sadəcə olaraq bir travmadır, yumşaq toxumaları və ağız boşluğunu. Ruh düşkünlüyü və stresə qarşı şirniyyat yeyərək əhvalı yüksəltmək. Nok bu sadəcə olaraq müvəqqəti olaraq dopamin yüksəkliyinə səbəb olur, lakin bundan daha çox mənfi təsirləri vardır ki, sağlamlığa zərər verir, eyni zamanda artıq çəkiyə səbəb olur. Bel ağrıları zamanı idman etmək. Ok, bel ağrıları zamanı zaten biz də müəyyən idman hərəkətləri məsləhət görürük ki, orada yerli olaraq həm qan dövranı yaxşılaşsın, həm də ki, təbii korset yaransın. Əczaçı ilə məsləhətləşərək dərman qəbul etmək. Nok, çünki əgər siz mütəxəssisə məsləhətləşirsinizsə, bu zaman mütəxəssis müayinə edərək sizin probleminizi aşkara çıxarır. Əgər əczaçı ilə məsləhətləşirsinizsə, sadəcə olaraq simptomatik bir müalicə almış olacaqsınız. Stresə qarşı meditasiya etmək. Ok, çünki meditasiyalar beyni sakitləşdirərək gərginliyi azaldır və depressiyanı, həyəcan təşvişinin azalmasına səbəb olur. Sidik qaçırması zamanı nevroloji müayinədən keçmək. Ok, sidik qaçırmalarının nevroloji səbəbləri olur və bu səbəblər də araşdırılaraq aydınlaşdırılmalıdır. Süd verən anaya MRT-dən keçmək. Ok, süd verən analar MRT keçə bilər. Burada balaca bir nüans var. İlk 3 ayda zəruri olduğu halda biz MRT müayinəsi tövsiyə edirik. Nevroloji müayinə zamanı tam yaxşılaşmamış dərmanı öz başına kəsmək. Nok, çox hallarda hətta tam yaxşılaşma hiss edirlər və dərmanı kəsirlər və bu da nok. Gündüz yuxuluğu zamanı enerji içkiləri qəbul etmək. Nok, gündüz yuxuluğu zamanı içilən enerji içəcəklərin tərkibində yüksək miqdarda şəkər və kofein olduğuna görə bu yanaşı təsirləri çox. Gündüz yuxuluğunuz varsa, mütəxəssis yardımı alın.